Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Biz Xırdalan şəhərində hal-hazırda. Xırdalan şəhərində sizlərə qanuni bir otaqlı köhnə binada kupçalı mənzil təqdim edəcəm sizlərə. Mərtəbəsi 3-dür. 5 mərtəbəli binanın 3-cü mərtəbəsidir. Daş binadır. Bu hissədən də görsənir daş binadır. Yerləşməsi haqqında məlumat verim. Heydər Əliyev adına olan parka yaxındır. Yaxınlığında Kapital Bank var. Köhnə binadır, yaşayışlı binadır. Mərtəbəsi çox gözəl, 3-cü mərtəbədir. Bir otaq kimi də saxlanılıbdır. Bu hissəsində gördüyünüz kimi əlavə bir bu çıxıntı hissəsi var. Lazım olsa gələcəkdə bir dənə bu hissəni göstərim. Böyük bir qonaq otağıdır. Lazım olsa gələcəkdə bax bu hissəni, bu hissədən mətbəx düzəltmək olar. Nətər? Mətbəx divarın o üzündədir. Xəttləri bu üzə çəkib, bura mebel quraşdırıb və bu hissəyə də şüşəli bir dənə belə deyək, plastikdən yığılsa, tam şəkildə 2 otaq düzəltmək mümkündür. Çünki ora olacaq avtomatik yataq otağı, bura olacaq qonaq otağı, olduğu kimi qalacaq və qonaq otağının baş tərəfində bizdə olacaq mətbəx. Qiymət 69.000 manatdır kvadratı, 30 kvadratdır, kupçalıdır, 3-cü mərtəbədir. Burada hamam otağıdır, göstərim. Hamam otağı tam təchizatlandır və burada bizdə mətbəxdir. Bir daha vurulun. Bu mətbəxi qonaq otağının baş tərəfinə keçirmək mümkündür. Xırdalan şəhərində sizlərə qanuni bir otaqlı kupçalı mənzil göstərdim. Nağd satılır. Dövlət ipotekasına yararlıdır. Dövlət ipotekanız hazır olsa bu mənzili əldə etmək mümkündür. Giriş qapısıdır. Kanalımıza abunə olun ki, gələcəkdə belə gözəl həyət evlərimiz, mənzillərimiz satışa çıxanda ilk olaraq siz də izləyə biləsiniz.